Xoş gördük sizləri. Dəri xəstəliyi olmasa da həmişə belə suallar amma tez-tez verirlər. Məsələn, göz altında olan torbalardan necə xilas olmaq olar? Sonra qaralmalar var göz altında. Bunlardan necə xilas olmaq olar? Bəzən bunlar bir ağır xəstəliyin göstəricisi ola bilər. Bəzən də yox. Hansısa bir düzgün olmayan həyat şəraitindən yarana bilər. Amma mən sizə həkim kimi məsləhətimi verim. Birinci növbədə hər gün 5 dəqiqə, 10 dəqiqə yumru dairəvi şəkildə göz ətrafını masaj eləyin. Bu qan dövranının artmasına və torbaların çəkilməsinə, qaralmanın azalmasına xidmət eləyir. Bundan başqa nə edə bilərsiniz? Soyuq kompreslər, məsələn, buz vasitəsilə 5 dəqiqə masaj eləyə bilərsiniz və yaxud da ki, adi çay qaşığını ya xörək qaşığını soyucuda saxlayıb dondurub onu 5 dəqiqə gözün altında saxlamaq damarlara yığılmasına və şişkinliyin azalmasına xidmət eləyə bilər. Sonra ev şəraitində başqa nə eləmək olar? Yaşıl çay paketlər var, hansı ki biz onu istifadə eləyirik. Onu suya salıb soyucuda soyudub gözün altına qoysaz, həm onun soyuqluğu və əsas da yaşıl çayın antioksidantları həmin o damarların yığılmasına, qaralmaların açılmasına xidmət eləyəcək və ən əsası özünüz də diqqət eləsəz bilərsiniz ki, çox zaman göz altı olan torbalar ya qaralmalar yuxusuzluqdan, yəni yuxu pozulmasına əmələ gəlir. Yuxunuza diqqət eləyin. Normal yuxu yatın. Normal yuxu 8 saatlıq yuxudur, amma vaxtında axşam saat 10-da ya da 11-də yatıb 8 saat yuxunu alıb durmaq, bax bu normal yuxu sayılır. Həmişə gözəl gününüz olsun. Təşəkkür edirəm.